Bugün qarşıma belə bir xəbər çıxdı. Ermənilər Monte Melkonen haqqında film çəkirlər, Monte adlı. Və bu xəbəri gördükdən sonra həqiqətən bir Azərbaycanlı kimi vicdanım sızladı. Bir senarist kimi utandım. Bunu qeyd etməliyəm. Çünki 35 il keçib artıq bizim müstəqil olmağımıza. Müharibədən də 30 ildən çox vaxt keçib Birinci Qarabağ müharibəsindən. Amma biz Birinci Qarabağ müharibəsində milli qəhrəman olmuş insanlar barədə hələ də onların biri ilə bağlı bircə film çəkə bilməmişik. İstər Allahverdi Bağırov, istər Əliyar Əliyev, istər Ülfət Kərimov və digər qəhrəmanlar haqqında film çəkmək olardı. Bunlar hazır qəhrəmandılar. Yəni burada sadəcə bu filmi düzgün ssenariləşdirmək lazımdır. Düzgün aktyor seçib, düzgün rejissorla bu filmi çəkmək lazım idi. Çəkə bilməmişik. Ancaq ermənilər qondarma terrorist qəhrəmanlarına film çəkə bilirlər və düşünürəm ki, uğurlu da bir film olacaq və onlar bu filmi paylaşandan sonra yəqin ki, biz xalq olaraq ancaq şəhərlərdə çığırtqanlıq eləməklə məşğul olacağıq. Mən buna çox üzülürəm. Və biz bu arada nə ilə məşğuluq? Azərbaycan xalqının tanımadığı, heç kimə məlum olmayan dövlətlər barədə silsilə filmlər çəkirik, hansı ki, onlardan biri bir neçə gün öncə təqdim olundu və böyük bir tənqidlə qarşılandı. Hansı ki, büdcəsi milyon manatdan çox idi. Mənim sualım budur ki, necə ola bilir ki, ermənilər öz qondarma qəhrəmanları barədə film çəkə bilirlər? Biz Azərbaycan xalqının böyük həsrətlə gözlədiyi Allahverdi Bağırovla bağlı və digər müharibə qəhrəmanları ilə bağlı, istər Polad Həşimov olsun, istər Hikmət Mirzəyev olsun, niyə biz bunlarla bağlı film çəkə bilmirik? Yəni, digər qəhrəmanlarımız dünyalarını dəyişsələr də Allah onların hamısına rəhmət eləsin. Hikmət Mirzəyev yaşayır məsələn. Yəni, canlı qəhrəman da bu adam. Canlı əfsanədir. Biz bununla bağlı niyə heç bir film çəkə bilməmişik? Çəkməyi düşünürükmü ümumiyyətlə bu adam sağ olduğu müddətdə? Kinomuz hara gedir ümumiyyətlə? Yəni, biz nə etməyə çalışırıq? Yəni, xalqın istəkləri var, bəlli bir istəkləri var. Ancaq görünür ki, bu istəklər kinonun taleyinə qol çəkən insanlar tərəfindən ümumiyyətlə heç umursanmır. Yəni, xalq çox uzun bir zamandır İkinci Qarabağ müharibəsi ilə bağlı real bir film istəyir. Ancaq bu film 6 il ərzində ortaya çıxmır. Niyə? Yəni, mən bir vətəndaş olaraq soruşuram. Yəni, niyə? Biz niyə bacara bilmirik? Azərbaycan xalqının buna istedadı mı çatmır? Azərbaycan xalqının buna pulu mu çatmır? Dövlətin resursları mı çatmır?